Qardaşım bu da Lənkəran Siyabər kənd sakini. 13 yanvar 2025-ci ildə dənizə düşmüşdülər iki nəfər, iki kənd sakini. Qanun yolu pecatla dənizə düşmüşdülər, balıq tutmalı. Elə oldu ki, qardaşım həmin 13-ü saat 2 radlarında dənizdən yoxa çıxıblar, duman oldu. Onların naparniki, onun bir naparnik Nazım Abbasın 21 gün ərzində dənizdə tapıldı. Astara uşaqları onu çıxartdılar. Qardaşım isə bir müddət yoxa çıxdı, dedi, yəqin İrana çıxıb, parası azıb gedib. Biz gözümüz yolda oldu. 6 fevral 2025-ci il İranın Kapıçar kəndində bu tapılan adam da var. Həmin adam tapıb Lökkədə dənizdən sahilə çıxardı. 7 saat sonra səhiyyə danışmalı onu sosial şəbəkədə paylaşdığına görə mən ailə üzvlərimiz hamısı dərhal onu tanıdı. Biz sosial şəbəkədə əlaqə saxladıq. Dedilər ki, düzdür sizin qardaşınızdır, yəni siz nə deyirsiniz, düzdür əynindəkilər var. Biz orqanlardan məlumat gözlədik. 20 neçə gün keçdi, 21 gün keçdi, 20 neçə gün keçdi, bizdən bir məlumat verilmədi. Axırda mən $300 Dəcə sərhəd qoşulmadı, sərhədə də gəldim, gömrüyə mənə icazə vermədilər, ancaq nazirliklə əlaqə saxladım. Mən məcbur qalıb qardaşımı görmək üçün Bakıdan onlayn İran-Tehran bilet götürüb Tehrana uçdum. Tehranda Seyid Rızaev kişi var. Əlaqə saxladı Moskva uşaqlarıyla. Sağ olsun, o məni Tehranda qarşıladı. Birbaşa bir Tehrandan düz Rəşdə biz yol verdik. Bizə məlumat vermişlər ki, bu balıqçı Rəşdədir. Biz bütün xəstəxanaları bir gün içində gəldik. Yox, 2 saat içində gəldik, tapa bilmədik. Həmin xəstəxanada bizə məlumat verirlər ki, Ənzəli qəbirstanlığında belə bir adam var. Biz birbaşa ora getdik. Getdik o qəbirstanlığı tapdıq. Orada soruştuk, belə bir adam var. Birbaşa burada girdik. Dərcə sağ olsun, icazə verdilər, çəkiliş də elədim. Kəfənə yuyulub, qoyulub, buzxanada qardaşım necədir, elədir qalıb. Açanda birbaşa gördüm ki, qardaşımdır, dişilər, 2 dənə burada tutan dişim. Qardaşımdır, qoydum. Ondan sonra mən həmən gün bütün sənədləri yarısını yığdım. Bunlar saat 2-yə kimi işləyir deyənə biz sübut edə bilmədik. Çalışıb yığa bilmədik hamısını. Sabahsı gün hamısını yığdık. Bir dənə DNT analizi qaldı. Hamısı öz xərcimizdən, sağ olsun çətçilərimin köməyi ilə. Rusiyada müqabil qardaş var, sağ olsun. Əmi oğlum var, Buqar var. Hamısı, bütün çətçilər Rusiyada oldular, kətdə oldular, bizə dəstək oldular. Amma hökumət tərəfindən hələ bir dənə dəstək olunmayıb. İran tərəfində bizə bir ev veriblər, hələlik burada qalmışam. Bir dənə sənəd qaldı DNT analizlərinə görə, yəni ki, həqiqətən qardaş. Bütün detallar, sübut hamısı qardaşımdır. Fakt, 100% deyirəm, mənim qardaşımdır. Ona görə məhkəmə sədri İranda pasportları tutdu,